Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər. Hər birinizi mübarək Ramazan ayının bu günündə xoş gördük. Bugünkü mövzumuz mərhəmət barəsində olacaq. Mərhəmət haqqında qısa olaraq danışmaq istəyirəm. Mübarək Ramazan ayı həmçinin mərhəmət ayıdır. Biz ilk öncə bu ayda Allahın mərhəmətini, nə qədər mərhəmətli olduğunu görürük, hiss eləyirik və bunu başa düşməliyik. Allahın rəhməti qəzəbindən öndədir. Allah öz kitabını bir surə istisna olmaqla bütün surələrin hamısını Bismillahirrahmanirrahim ilə başlayır. Rəhimli və mərhəmətli Allahın adıyla, rəhimli və rəhman Allahın adıyla. İlk öncə bu sifətin bəndələrinə tanıdır ki, mən rəhimliyəm, mən mərhəmətliyəm, məndən çəkinmə, məndən qorxma, məndən narahat olma. Bizi ilk öncə bu sifəti ilə tanış eləyir və ondan sonra başlayır bizə həqiqətlərdən danışmağa. Bizi arxain eləyir, aram eləyir ki, mən rəhimliyəm, mən mərhəmətliyəm, sənə qarşı mehribanam, məndən çəkinmə, məndən narahat olma. Qiyamət barəsində də danışmazdan öncə hər gün namazda bu sözü biz təkrar eləyirik. Elhamdülillahi Rabbil aləmin, Ər-Rahmanir-Rahim. Rəhimli və mərhəmətli Allah. Sonra bu sifətini qeyd eləyəndən sonra deyirik Maliki yevmiddin, din gününün, qiyamət gününün sahibi. Öncə rəhmətin bizə xatırladır ki, qiyamət gününün də sahibi belə bir mərhəmətli Allahdır. Onun rəhmətinə, mərhəmətinə ümidvar olmaq lazımdır. Bu ay ümid ayıdır Allahın rəhmətinə sığınmaq üçün. Allahın rəhməti qəzəbindən öndə gəlir. İmam Səccad əleyhissalamın münacatları var. Allaha belə xitab eləyir İmam Səccad əleyhissalam. Ya mən səbəqət rəhmətuhu qadabə. Ey o kəs ki, rəhməti qəzəbindən öndədir. Rəhməti qəzəbindən öndə gəlir. Fikir versəz, imam demir ki, rəhməti qəzəbindən çoxdur. Çox yox. Rəhməti qəzəbindən öndə gəlir. Öndədir. Yəni, bütün işlərdə, bütün hadisələrdə Allah ilk öncə bizimlə öz rəhməti ilə rəftar eləyir, rəhməti ilə münasibət qurur. Ümumiyyətlə, varlıq aləmi rəhmət üzərində qurulub, mərhəmət üzərində qurulub. Sadəcə bizim öz əlimizlə etdiklərimiz, öz əlimizlə qazandıqlarımız günahlar ucbatındandır ki, Allah məcbur olur axırda, məcbur qalır axırda gəlsin bizə cəza versin. Bizi, məsələn, əzaba atsın. Bu da bizim əməllərimizin təbii nəticəsidir. Qaçılmaz nəticəsidir. Belə də olmasa, ilahi ədalət zuhur eləyə bilməz. İlahi ədalətin bərpa olması üçün, yerini tutması üçün əzab da qaçılmazdır ki, zalimlar öz cəzalarına çatmalıdırlar. Bunu Allahın ədaləti gərəkli eləyir. Amma ümumiyyətlə varlıq aləminə baxanda hər bir işdə, hətta bizə cəza da veriləndə yenə də ilk öncə Allahın rəhmətidir. Allahın rəhməti önə gəlir və rəhməti nəticəsində bizə necə cəza verilərsə, necə az cəza verilərsə, yenə də bizə verilən cəza rəhmətin üzərində olur. Varlıq aləmi rəhmət üzərində yaranıb. Allahın rəhməti çox böyükdür. Allahın hədisdə var ki, 100 rəhməti var, onun birini bu aləmdə qoyub, bu dünyada qoyub və həmin o rəhmət nəticəsindədir ki, bizlər bir-birimizi sevirik, bir-birimizi çox istəyirik, ana balasını sevir, bala anasını sevir. Bütün sevgilər hamısı Allahın o bir rəhmətinin üzərində qurulub və Allah 99 rəhmətini də qiyamət gününə saxlayıb ki, insanlar o gündə Allahın rəhmətin müşahidə eləyəcəklər. Hətta hədisdə var ki, iblis belə, şeytan belə
tamahlanacaq, həvəslənəcək ki, bəlkə Allah bu gün məni də bağışladı. Yetər ki, Allahın rəhmli olduğunu başa düşək, Allahın bütün hökmlərinin arxasında rəhmətini, mərhəmətini hiss eləyək ki, bizi sevdiyindən bütün bu hökmləri bizə mərhəmət eləyib. İnsan bunu başa düşsün ki, Allah məni sevir, mən Allahın sevimlisiyəm, Allah məni çox istəyir. Bir hədisdə var ki, Allah buyurur bəndələrinə, Yəbnə Adəm, ey Adəm övladı, mən səni sevirəm, fəəntə əhbibini, sən də məni sev. O böylükdə, o əzəmətdə Allah, bizə nemət verən Allah, mərhəmətli Allah, baxın bizə belə bir çağırış elan eləyir, bizi dəvət eləyir. Deyir, mən sizi sevirəm, mən səni sevirəm, sən də məni sev. Belə mərhəmətli Allahı sevməmək mümkün deyil. Mübarək Ramazan ayı mərhəmət ayıdır, rəhmət ayıdır. Biz də bu rəhmət ayından istifadə eləyək, Allahın rəhmətini hiss eləyək və bir-birimizə qarşı, ətrafımıza qarşı, insanlara qarşı, bütün varlıq aləminə qarşı mərhəmətli olaq. Din bunu aşlayır və bugün dünyanın, bəşəriyyətin buna ehtiyacı var, mərhəmət məsələsinə ehtiyacı var. İnsanlar bir-birinə qarşı mərhəmətli olsalar, dünyamız olar cənnət. Dünyada olan bütün sıxıntıların, çətinliklərin, müsibətlərin başında insanların rəhimsizliyi dayanır, mərhəmətsizliyi dayanır. Dinimiz baxımından insan çox müqəddəs bir varlıqdır. Ona görə də insan həm öz dəyərini bilməlidir, həm də başqalarının dəyərini bilməlidir. Onlara qarşı son dərəcə mehriban olmalıdır, mərhəmətli olmalıdır ki, İnsanın həm bu dünyası, həm də axirəti abad olsun. Mən rəhimə ruhimə. Kim rəhm eləsə, ona rəhm olunur. Sən öz əlvin altında olanlara, ətrafında olanlara, sənin ixtiyarında olanlara rəhm elə ki, göylərdə də Allah sənə rəhm eləsin, həm bu dünyada, həm axirətdə. Bu aydan mərhəmətli olmağı öyrənək, inşallah. Bu ay mərhəmət ayıdır. Allah hər birimizə bu xüsusiyyəti nəsib eləsin, həm özümüzə qarşı, həm ətrafımıza qarşı, dünyamıza qarşı mərhəmətli olaq və bu ayda Allahın mərhəmətini hiss eləyək. Bugünkü söhbətimiz də bu qədər. Sağ olun, salamat qalın.